Qazaxıstanın bir qrup dövlət qulluqçusu Azərbaycanda səfərdədir. Qarşıdakı günlərdə onlar üçün dövlət idarəçiliyində innovativ texnologiyalar adlı təlim təcrübə proqramları təşkil olunacaq. Tədbirin açılış mərasimində Dövlət İdarəçiliyi Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxış ediblər. Qeyd edək ki, təlim proqramı çərçivəsində iştirakçılar üçün dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, beynəlxalq münasibətlər və digər mövzularda mühazirələr və təqdimatlar təşkil olunacaq. Həmçinin iştirakçıların Milli Məclis, Asan İnnovasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarına səfərləri nəzərdə tutulub. İdarəçilikdə çox sadə bir düstur var. İmkanlar idarə etmə nəticə. Beynəlxalq təşkilatların hesabatlarına əsasən Azərbaycan nisbətən məhdud şəraitdə, məhdud imkanlarla olduqca yüksək nəticələr əldə edib və bu nəticələr bəzi hallarda Azərbaycanı dünya liderləri səviyyəsinə qaldırır. Hamınız dünyadakı vəziyyətin çətinliyini görürsünüz. Vəziyyət çətindir, vəziyyət mürəkkəbdir. Ona görə bizim qardaş ölkələrimiz, Türk ölkələri birgə olmalıdır, bir yerdə olmalıdır. İttifaqlarını gücləndirməlidirlər. Ona görə də bu kontekstdə əlbəttə ki, dövlət idarəçilərinin, dövlət qulluqçularının xüsusi rolü var, rolü çox vacibdir.